Qadınlara qarşı zorakılıq halları son vaxtlar daha çox müzakirə mövzusudur və ölkənin tanınmış simaları, əsasən də kişiləri qadınları dəstəkləyən aksiyada iştirak ediblər. Əməkdaşımız Aysel Zahid qızının reportajını sizə təqdim edirəm. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qadınlara qarşı zorakılığı pisləmək məqsədi ilə başladığı maraqlı bir kampanyanın sonuna çatdı. Noyabrın 25-də, yəni qadınlara qarşı zorakılıqla mübarizə günündə start götürən bu kampaniyada ölkənin tanınmış simaları, kişilər tərəfindən zərif cinsin nümayəndələrinə qarşı istənilən kobud rəftarı pisləyəcək fikirlərini ifadə etdilər. Respublikanın ictimai-siyasi xadimləri, eləcə də tanınmış musiqiçi və həkimlərin qatıldığı bu aksiya beynəlxalq insan haqları günündə, yəni bugün sona çatdı. Tədbirdə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfiri bu aksiyada iştirak edənlərə təşəkkürü bildirərək nəinki qadınlara, insanlığa qarşı bütün zorakılıqlara son qoyulmasının istədiyini əlavə etdi. Bu kampaniya məsələni qabartmaq və insanların diqqətini çatdırmaq üçün təşkil olunmur. Bu tək Azərbaycana aid yox, bütün dünyanı narahat edən bir məsələdir. Qadınlara qarşı zorakılığa son qoyulmaq üçün 16 gün adlı kampaniyada çıxış edən bütün tanınmış insanlar Azərbaycan dilində fikirlərini ifadə edərək qadının ən böyük hörmətə layiq olduğunu diqqətə çatdırdılar. 16 gün davam edən aksiyada ölkənin tanınmış 16 kişisi iştirak etdi. Qadın gülərsə, şiir istəyiz, yetimlik güləcək. Sünnetlenen bəşəriyyət qadınla yüksələcək. Çox sağ olun.